Göyün üzü yoxsa suyun dibi? Diyeceğim yerin üstü, diyeceksiniz bu bizim formata uygun değil. Her şeyin qızıl ortası çok güzeldi. Bu baxımdan nə çox göyə qalxmağı, nə çox dənizin, okeanın dibinə enməyi mən təqdir eləmirəm. Axı yerin üzündə hər şey normala gəlməyib ki, biz indi başlayaq milyon işıq ili uzaqlıqda olan nəyisə axtaraq və bunun nə əhəmiyyəti var? Əgər seçim olsa ki, ikisindən biri suyun dibi daha yaxşıdır. Su həyatdır, su gözəllikdir. Su, ümumiyyətlə su olmasa şübhəsiz ki, yaşayış çox əzab verici olar, çox işgəncəli olar həqiqətən də. Amma göyə uçmasan da yaşaya bilərsən yerdə, normal. Amma yerdə su olmasa mənasızlıq olur.